Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Şerh-ü Sünne Berbahari kitabının şerhine devam edirik. Ve müellif buyurur ki: "Ve taksiru salati fi sefer sünne." Burada mesele gelir seferde namazların kısaldılması meselesi. Yine de fikri meseledir. Əqidə kitabında gelip. Niye burada getirip Əqidə kitabında? Bu da bir növ yani havaricilere reddiyedir. Çünkü seferde namazların kısaldılması, onlar deyir ki, ayete göre yani məşəqqət varsa, qorxu varsa, o zaman qısalda bilərsən. Quran-ı Kərimdə belə bir ayet var. Allah Teala buyurur ki: "Fəidə darabtum fil ard", yani sefere çıksanız, seferde olsanız, "Fəleysə aleykum cunahun en taqsiru minas salati in khiftum en yeftinekumul-lezine keferu." Yani kafirlerin size zarar yetireceğinden qorxsanız, namazları qısaltmaqda sizə heç bir günah yoktur. Ve bu ayete göre nedir? Deyirlər, bugün əminamanlıqdır, səfərə çıxırıq və namazları qısaltmağa bir lüzum yoktur. Çünkü əminamanlıqdır. Ayette ne gelir? Kafirlerden gelen ziyandan qorxsanız. Ve bu meseleni müellif burada getirip ki, bu seferde namazları qısaltmağı icazəli görməyənlərə bir rəddiyə olaraq. Və zahir, ayetin zahiri odur ki, ayetin zahiri onu gösterir ki, seferde namazlar ancak qorxu halında, kafirlər tərəfindən bir ziyana uğrayacağımızdan qorxsanız və digər halda icazəli deyil. وَقَدْ زَالَ هَذَا الْإِشْكَالِ Çünkü artık o işgal yoktur, problem yoktur deyir. Ve bu hakta rivayet olunub, yani sahabelerden gelip soruşurlar ki, artık bir belə deyək, qorxu yoktur, kafirlerden gelecek bir təhlükə yoktur. O zamanda mı, bu vaxtda da bizim namazları qısaltmağımız icazəlidir yoksa yok? Allah Resulü da sallallahu aleyhi ve sellem ne deyir? Deyir, tilkə sadaqatun təsaddaqallahu biha aleykum. Bu Allah'ın size verdiği bir sədəqədir. Ve onu qəbul edin. Allah'tan size olan bu sədəqəni qəbul eləyin deyir Allah Resulü. Ve Allah Resulü sallallahu aleyhi ve sellem namazları səfərdə qısaldardı, cəm edərdi. Yani 4 rükətli namazları 2 rükət qılardı, qısaldardı. Ve bu da sünnədir. Amma birdən biri tam qılarsa namazı səhihdir. Yəni qısaltmazsa 2 rükəti, yəni 4 qılarsa da o da icazəlidir. Lakin deyir, əfsəl olan nədir? Əfsəl olan odur ki, namazları səfərdə qısaltmaq. Və ona görə deyir ki, Şeyx Fovzan Həfizəhullah burada şərhdə buyurur ki, yəni namazları qısaltmaq rüxsətdir. İstəyən bunu eləyər, bu da gözəldir. İstəməyən də tərk eləyər, tam qılar. Bunda da bir problem yoktur. Və deyir, müəllif nə üçün bunu burada gətirib? Bu məsələdə şəriətin rüxsətini qəbul eləmək bir növ əqidəyə daxildir. Əqidə məsələlərinə aiddir. Və fi zəlikə raddun aləl mütəşəddidinəl-ləzinə la yəqbəlunə rüxsətəş-şəriə. Bu da deyir, bir növ rəddiyədir. O mütəşəddidlərə, o şiddətli olanlara ki, şəriətin rüxsətini qəbul etmirlər. Bunlar da kimlərdir? Əsasən burada bəzi xavariclərə rəddiyədir. Bəzi xavariclər. Növbəti məsələ gəlir. Müəllif buyurur ki, səfərdə oruç tutmaq məsələsi. وَالسَّوْمُ فِي السَّفَرِ مَنْ شَاءَ صَامَ وَمَنْ شَاءَ أَفْطَرَ. Səfərdə oruç tutmaqdır. İstəyən tutar, istəyən açar. İstəyən tutmaz. Bu məsələni gətirir. Və deyir, min ruxasilleti raxasallahu biha li'ibadihi el-iftaru fi Ramazan fi səfər. Allahın rüxsətlərindən biri də, öz qullarına verdiyi rüxsətlərdən biri də səfərdə olarkən fərz orucunu tutmamaqdır. Kim də istəsə tutar. Və izə samə fəsiyamus sahih. Yəni tutarsa da səfərdə onun orucu səhihdir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem ona icazə veribdir. Yəni sahabələrdən səfərdə olarkən bəziləri tutardı, bəziləri tutmayardı. Və tutanlar tutmayanlar tutanlara bir irad bildirməzdilər. Nə vaxt olmaz? Məkruhdur. O vaxt ki, şiddətli çətinlik var, isti var, sənin səfərdə
səfər yorğunçuluğu, həmçinin isti və bu halda halın yaxşı deyil. Bu vəziyyətdə məkruhdur, tutulmaz. Çünki sahabələrdən biri oruç tutur səfərdə, halı pisləşir, özündən gedir və Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir, nə olub ona? Deyir, oruçludur. Nə deyir? Leysə minəl birri savmu fis səfər. Səfərdə oruç tutmaq yaxşı iş deyil. Belə bir hədis də var. Yəni bir hədis var deyir, yaxşı iş deyil səfərdə oruç tutmaq. Başqa hədislərdə var ki, icazə verib və həmçinin sahabələrdən tutan olub. Deməli, burada məsələ nədir? Əgər insanın halı odur ki, yəni şiddətli isti, çətinlik, məşəqqət varsa, yaxşıdır tutmasın. Yox, rahatçılıqdırsa, xüsusən də indiki zamanda təyyarə ilə 3 saatlıq yol gedir cəmi, gedir 3 saata başqa ölkəyə çatır. Orada da işi rahatdır, gedir otellər. O zaman tutur, problem yoxdur. Ona görə Həmzə ibn Amr adlı səhabə Peyğəmbərdən soruşur sallallahu aleyhi ve sellem. Əsumu fis səfər. Səfərdə oruç tutunmu? Və Allah Resulü nə deyir? Deyir, istəsən tut, istəsən tutma. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem ixtiyar bıraxır. Sadəcə vəziyyət artıq çətindirsə, məşəqqət varsa, tutmamağı daha yaxşıdır, o rüxsəti götürmək daha əfsəldir. Və sonra növbəti məsələ gəlir, وَلَا بَأْسَ بِالصَّلَاةِ فِي السَّرَافِيلِ və şalvarda namaz qılmaq haqqında. Çünki bu məsələni müəllif burada nəyə görə gətirib? Ərəblərdə bəllidir ki, qamis, libas, xüsusi libas paltarlar var. Onlar yəni izardır və s. Və şalvar sonradan gəlib. O ki, İslam dünyası genişlənib, başqa millətlər İslama gəlib. Və bu məsələ haqqında alimlər danışıblar. Şalvarda namaz qılmaq olar yoxsa yox. Və burada müəllif deyir ki, yəni bu namaz qılmaq olar. Çünki əsas nədir? Namazda övrət yerinin örtülməsidir. Dizdən göbəyə qədər övrət yerinin örtülməsidir. Və əgər övrət yeri örtülürsə, şalvar olsun, başqa bir məsələ olsun, bunda problem yoxdur. Əsasən burada məsələ nədir? Şalvarın şiddəti, yəni dərəcədə dar olmaması libas baxımından. Namaz səhihdir, amma giyinib o halda gəzmək və yəni icazəli deyil. Çünki bədən üzvünü bildirməsin və həmçinin də tül, yəni elə bir parçadır ki, artıq dəri görsənir, bu da icazəli deyil. Və növbəti məsələ, müəllif buyurur ki, nifaq. Və nifaq nədir? İslamı izhar eləmək dili ilə, yəni müsəlmanam deyir, İslamı izhar eləyir və küfrü isə gizlədir. Yəni İslamı izhar eləyir, göstərir, amma küfrü qəlbində gizlədir. Bu nifaqdır. Və nifaq da bölünür iki qismə. Nifaq iki qismə bölünür. Var nifaq etiqadi, etiqadi nifaq. Bu nədir? İnsan artıq münafiqdir, xalis münafiqdir. Yəni daxilən, qəlbən küfürdür bunda. İman gətirməyib. Sadəcə cəmaata elə göstərir ki, bu müsəlmandır, iman gətirir. Bu etiqadi nifaqdır və bu insan kafirdir, böyük küfürdür, böyük küfür üzərindədir və münafiq kafirdən, yəni əsli kafirdən daha şiddətlidir. Çünki kafir bəllidir ki, yəni bu İslamda deyil, bu kafirdir artıq. Amma münafiq nədir? Özünü İslamda olduğu kimi göstərir, müsəlman kimi göstərir, müsəlmanların içindədir. Amma daxilən küfrü gizlədir. Münafiqlər haqqında Allah Teala buyurur ki, onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki onlar özlərini aldadırlar və bunu dərk etmirlər, bunu hiss etmirlər. Və ona görə də münafiqlər hətta bütə ibadət edənlərdən, müşriklərdən daha alt qatdadılar cəhənnəmdə. Onların əzabı daha şiddətlidir. Çünki o kafirlərdən daha betərdilər. Allah Teala Quran-ı Kərimdə Münafiqun surəsini nazil edib. Xüsusən Münafiqun surəsi. Surənin adıdır münafiqlər haqqında. Və o surədə Allah Teala buyurur ki, humul aduvu fəhzərhum. Onlar düşməndirlər. Onlardan həzər et, çəkin. Qateləhumullah ənnə yufəkun. Allah onları öldürsün, necə də onlar haqdan üz çevirirlər. İkinci qism, nifaqın ikinci qismi nifaq əl-aməli, əməli nifaqdır. Deməli, nə dedik? Nifaqın növü etiqadi nifaq, bir də əməli, əməllərdə nifaq. Bu ikinci qismdir. Bu da deyir, ən yəkunəl insan
Mu'minən zahirən və batin. İnsan mömindir, müsəlmandır. Zahirən və batinən. Qəlbi ilə də iman gətirir, zahiri ilə də iman üzərindədir. Lakin ondan bəzi bu münafiqlərin əməllərindən bəzi əməllər gəlir, onun əməllərindən. Və imanının zəifliyindən dolayı və ya digər səbəbdən dolayı və lakin o əməllərə görə şiddətli əzab vəd olunur. Şiddətli vaid gəlib. Amma bununla belə o insan yəni müsəlmandır, dindən çıxmır, kafir olmur. Buna nifaq amali deyirlər, əməli nifaq. Kiçik nifaq. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ərba'atun mən kunnə fihi kənə münafiqən xalisan. 4 şey kimdə olarsa xalis münafiq olar və onlardan bir xislət olarsa, onda nifaq xisləti olar, münafiqlik xisləti olar. Hətta o şeyi tərk eləyənə qədər. Nə olar? Deyir, danışanda yalan danışar. Vəd verəndə, söz verəndə, vəd verəndə nədir? Vədinə xilaf çıxar. Ona bir şey əmanət edildikdə xəyanət eləyər və mübahisə zamanı həddi aşar. Yəni, nalayiq sözlərdən istifadə edir, həddi aşar, münaqişə zamanı. Yəni, bu xislətlər, 4 xislət nədir? Münafiqin xislətləridir. Amma bunları edən adama biz münafiq deyə bilmərik. Münafiq, yəni haradasa misal dedilir münafiq. Bir var təkfir baxımından, yəni nifaq o əməli, o olmaz. Amma bu xislət baxımından, o ayrı məsələ. Fəhəzəl mümin qad yasdiru minhun nifaqul əməli. Mömin ola bilər, müsəlman ola bilər ki, ondan bu əməli nifaqlar üzə çıxsın, imanının yəni naqisliyinə görə və əzaba layiq görülsün. Lakin nədir? Dindən çıxmır. Və hədə nifaq huvə riya. Və həmçinin bu nifaqın növlərindən də nədir? Riya da bura daxildir. Nifaqa riya da daxildir. Münafiqliyə, nifaqa riya da daxildir. Və riya haqqında Allah Resulü sallallahu aleyhi və səlləm səhabələrini şiddətli şəkildə çəkindirmişdi. Və hətta onu şirk adlandırıb, kiçik şirk. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əxfəfə mə əxafu aleykum əşşirkul əsxar. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Dedilər ki, ya Resulullah, kiçik şirk nədir? Dedi ki, riya. Allah Teala qiyamət günü deyəcək ki, onlara yəni əməllərinin əvəzi olaraq mükafatlandıranda Allah Teala onlara deyəcək ki, dünyada kimin üçün özünüzü göstərirdirsə, riya eləyirdirsə, gedin onların yanına. Və baxın, görün sizə bir mükafat varmı onlar tərəfindən? Yəni riya eləyir dünyada, kiməsə özünü göstərir. Qiyamət günü Allah Teala mükafat verəndə, qullarını mükafatlandıranda deyəcək, sən ged onun yanına. Kimə göstərirdin özünü? Get gör onun yanında varmı bir mükafat sənə versin? Hədisi Əhməd rəvayət eləyib. Və digər hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Ələ uxbirukum bimə huvə əxfəfu aleykum indi. Mənə görə sizin üçün ən çox qorxduğum şey barəsində xəbər verimmi? Hətta Dəccalın fitnəsindən belə. Daha şərri. Dedilər ki, bəli ya Rasulullah, deyir, gizlin şirkdir. Gizli şirk. Deyir, kişi durur namaza, namazını gözəlləşdirir. Niyə gözəlləşdirir? Özünü göstərmək üçün başqalarına. Yəni, insan əməlini gözəlləşdirir. Allah üçün yox, başqalarının üçün. Və Şeyx Fozan bu hədisin şərhində buyurur ki, yəni insanlar içində gözəl şəkildə namaz qılır, yəni gözəlləşdirir namazını. Amma tək namaz qılanda necə gəldi qılır namazını? Fəhədə huvəl-ləzi xafəhu sahabə alə ənfusihim. Və budur elə bir məsələdir ki, səhabələr şiddətli şəkildə qorxurdular bu məsələdə, riyadan. Heç kəs öz nəfsini təmizə çıxartmırdı riyadan. Və belə bildiyim var, deyir, ondan ancaq mömin qorxar o riyaya düşməkdən. Münafiq arxayın olar. Münafiq arxayın olar ki, mən riyaya düşmərəm. Ona görə müsəlman öz nəfsi üçün bu şeydən qorxmalıdır, Allaha sığınmalıdır. Və nifaq haqqında deyir, etiqadi nifaq nədir? Böyük nifaq, böyük küfür insanı dindən çıxardır və onunla iman bərabər olmaz.
Və bu haqda fikir verin, Quran-ı Kərimdə Bəqərə surəsində Allah Taala birinci möminlərdən danışır, sonra xalis kafirlərdən, sonra isə münafiqlərdən. Baxın surənin əvvəlində Əlif Lam Mim, Zəlikəl kitabu la rayba fihi huden lil muttaqin. Əlif Lam Mim bu kitab heç bir şək şübhə olmayan möminlərə hidayət yolu göstərən bir kitabdır deyir Allah Taala. Ellezine yu'minuna bil gaybi ve yuqimunus-salata ve mimma razaqnahum yunfiqun. Hansılar ki, o möminlər ki, qeybə iman gətirirlər, namaz qılırlar və onlara verdiyimiz ruzidən xərcləyirlər Allah yolunda. Vellezine yu'minuna bima unzila ilayka ve ma unzila min qablik ve bil ahireti hum yuqinun. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olana iman gətirirlər və axirətə də yəqinliklə inanırlar. Ulaika ala hudan min rabbihim. Onlar Rəbləri tərəfindən hidayət üzərindədirlər, doğru yol üzərindədirlər. Və ulaika humul muflihun və onlar nicata çatanlardır. Deməli bu ayətlərdə 5-ci ayətə qədər nədir? Möminlərdən söhbət gedir. Sonra növbəti ayətlər 6-cı ayət, 7-ci ayət Allah Taala buyurur ki: "İnnellezine keferu sevaun aleyhim enzertehum em lem tunzirhum la yu'minun." Kafirlərə gəlincə onlara fərq etməz. Sən onları qorxutsan da, qorxutmasan da iman gətirməzlər. Onlar üçün eynidir. Xatamallahu ala qulubihim və ala sam'ihim. Allah onların qəlblərinə və gözlərini möhürləmişdir. Və ala absarihim ghishawa və onların gözlərində pərdə vardır. Və lehum azabun azim və onlara şiddətli əzab vardır. Bunlar kimlərdir? Xalis kafirlər. Sonra növbəti ayələr gəlir. 7-ci ayət, 7, 8, 9 münafiqlər haqqında. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّ بِاللّٰهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ. İnsanlar içində elələri də vardır ki, deyərlər ki, biz Allaha, axirət gününə iman gətirdik. Halbuki onlar iman gətirməyiblər. Yəni yalandan alladıblar. Alladırlar cəmaatı müsəlmanları ki, biz də iman gətirmişik Allaha, axirət gününə. Və yuxadi'un Allah vəllezine amanu və ma yaxda'un illə anfusahum və ma hum və ma yeş'urun. Deyir, onlar Allahı və iman gətirənləri aldatmaq istəyirlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər. Halbuki özlərini aldadırlar və bunu dərk etmirlər. Və bu ayətlə 9-cu ayət ta 18-ci ayətə qədər ki, summun bukmun umyun fəhum la yerci'un. Onlar kardırlar, lal, kördülər və qayıtmazlar. Bu ayətlər kimlər haqqındadır? Münafiqlər haqqında.